heyvanlar niyə qızdırır, hansı səbəblərdən qızdırırlar və bu qızdırmaları nə cür ayırd etmək olar, diaqnozu nə cür dəqiqləşdirmək olar və ən əsası qızdırmanı törədən səbəbləri necə aradan qaldırmaq lazımdırsa, bunlar haqqında geniş şəkildə danışmaq istəyirəm. Belə ki, yoldaşlar, qızdırma xəstəliyi mövsümə uyğun olaraq iri buynuzlu heyvanlar arasında və gənc yaşda olan heyvanlar arasında daha kəskin şəkildə yayılmağa başlayıbdır. Xüsusən də çöl şəraitinə, otlağa gedən heyvanlar arasında bu özünü daha şiddətli şəkildə göstərməyə başlayır. Birinci növbədə qızdırmanın törədicisi gənələrdir. Gənələrin bir neçə növü vardır. Qızdırmanı törədən səbəblər, yəni gənə olduğuna görə bizim mübarizəmiz gənələrlə bağlı olmalıdır. Belə ki, yoldaşlar, gənə öz, belə deyək, orqanizmdə olan parazitləri qan vasitəsilə yoluxdurur heyvanın bədəninə. Və adından məlum olduğu kimi biz buna qan parazitlər xəstəliyi deyirik. Yəni, həmin parazitlər mikroskopik parazitlər olduğuna görə qan içərisində eritrositləri, belə deyək, eritrositlərlə qidalandığına görə, qanın əsas tərkib hissəsi eritrositlər olduğuna görə qan parçalanır və bunun nəticəsində də qızdırmış heyvanların qanının parçalandığını, yəni el arasında qanın su kimi olmağını görə bilirik. Qızdırmanın bir neçə növü vardır, yoldaşlar. Yəni, hər heyvanda, hər zonada, hər kənddə, hər rayonda qızdırmanın müxtəlif cür növləri olur və bu növlərə uyğun da düzgün şəkildə mübarizə tədbirləri aparmaq lazımdır və düzgün şəkildə müalicə qaydaları aparmaq lazımdır ki, heyvanımız salamat qalsın. Ümumiyyətlə dediyimiz kimi bu xəstəlik təkcə gənələr vasitəsilə ötürülmür. Xüsusən də bu xəstəlik gənələrdən əlavə olaraq qan soğuran həşəratlar vasitəsilə, bunun ən nümunəvi misalı göstərmək olar milçəklər üzərindəki, deməli qan soğuran milçəklər, dişləyən milçəklər vardır ki, heyvandan heyvana yoluxdurmaqda böyük əhəmiyyət kəsb edir milçəklərin çox olması. Yəni, xəstə heyvandan sağlam heyvana asanlıqla yoluxdura bilirlər. Və dəfələrlə biz bununla qarşılaşmışıq ki, heyvanımız sağlamdır. Yəni, sağlam deyərkən nəzərdə tuturam ki, heyvanımızın üzərində gənə yoxdur, amma heyvan gənə qızdırması keçirdir. Yəni, qan parazitlər xəstəliyindən yoluxubdur. Bunun səbəbkarı milçəklər vasitəsilədir. Ona görə də siz daimi olaraq milçəklərlə mübarizə tədbirləri aparmalısınız. Həmçinin xüsusən də gənələr vasitəsilə mübarizə tədbirləri aparmalısınız. Əsas gənə ilə mübarizə tədbiri aparmaq lazımdır ki, gənə heyvanı yoluxdurduqdan sonra milçək də həmin xəstə heyvanın qanını sağlam heyvanlara yoluxdurmasın. Ona görə birinci gördüyümüz tədbir gənə ilə mübarizə tədbirləridir. Gənə ilə mübarizə tədbiri kimi ən ideal müalicə üsulları loru